Bakıda marşrut avtobusu qəzaya düşüb. Hadisə paytaxtın Xətai rayonu ərazisində Əhmədlidə baş verib. Baku Bas MMC-yə məxsus BYD markalı avtobus idarəetmədən çıxaraq səkiyə və ağaca çırpılıb. Hadisə ilə bağlı təbibdən bildirilib ki, bugün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:50 radələrində Xətai rayonu ərazisindən yol nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 nəfərə ilkin tibbi yardım göstərilib və müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bir nəfərə müştərək travma diaqnozu ilə yerində tibbi yardım göstərilib.